Mən Şərur rayon Çərçiboğan kənd sakini Abbasov Raiq. Məni səfərbərlik xidməti səfərbərliyə dəvət edibdi, təlimə dəvət edibdi. Buradan demək istəyirəm ki, təlimə çağıra bilirsiniz. Amma Naxçıvan Respublikasında bütün şəhid adlarını məktəblərdən, küçə adlarından, kənd adlarından niyə götürübsünüz? Birinci növbədə gedin o adları bərpa eləyin. O adları bərpa eləyin, ondan sonra dəvət eləyin cəmaatı. Şəhidə niyə hörmətsizlik eləyirsiniz bütün şəhidlərə? Bu qədər hörmətsizlik olar. Ondan sonra Səlahiddin nümayəndə Ceyhun Cəllov, sən yenidən sərəncam verə bilərsən. Niyə biganə yanaşırsan? Niyə yenidən sərəncam verməyə marağın yoxdur? Ancaq şəkil çəkdirin, reklam eləyin, milləti alladın. Niyə millət sosial vəziyyətinə görə düşüb küçələrə bu bayramın günündə? Mənim bu Qazaxıstan çöllərində nə işim var? Mən niyə torpağımda yaşaya bilmirəm? Niyə iş yoxdur mənə görə? İndi qırdırılmağa gələndə bizi qabağa verirsiniz. Yenə kasıb balaları gedin qırılın. Məmurlar yenə bizi assın. Nə istəyirsiniz cəmaatdan? Kasıb da qoymursunuz yaşayaq. Hazırlaşdırırsınız, aparıb İranla döyüşdürəsiniz, qırğına verəsiniz. Sizin məqsədiniz nədir?